Suallarla davam edirik. Şəkildə neçə ədəd müxtəlif kvadrat var? Burada məncə müxtəlif sözünə ehtiyac yoxdur. Kvadratların sayı lazımdır. Çünki müxtəlif olsa, məsələn, kiçik kvadratdan 1 götürəcəm. Bu kvadratla bu kvadrat eynidir. Bunun saylarını 1 götürəcəm və saylar azalacaq. Nəysə, bu kiçik kvadratları saysaz, bax bunları saysaz, burada boşluqdur deyə, burada 6-nın 4-ü olan bir düzbucaqlıdır. Burada 6 dənədir, burada 4 dənə kvadratdır. 6-nı 4-ə vurub 24 olacam. Bu 4 dənə də boşluğa görə çıxacam. Yəni qısa bu kvadratların hamısını saysam balaca kvadratlar var ki burada var ha. Bunların hamısını saysam 20 dənə olacaq. Elə 20 dənə buradan 20 üzərinə gəlsin. Məncə bu testin cavabı çox olacaq. Buradakılardan çox olacaq. İndi baxaq. Bu 1-in 1-ə idi. Məsələn bax 1-in 1-ə olan bir kvadratlar idi. İndi 2-nin 2-yə. 2-nin 2-yə olan kvadratlara baxın. Bax 1-i burada 1. Düzdürmü? İkinci bir hansıdır? Bax buradan başlayır. Bax ikinci. Üçüncü baxın aşağıdan başlayır. Bax burada. Üçüncü. Eyni zamanda bunun sağ tərəfində də var. Bax biri buradan. İkinci buradan. Üçüncü də baxın buradan başlayır. 3 dənə buradan. Və bir dənə də tən ortadakı. 3, 3, 6. 7-ci də baxın. Baxın. Bu da kvadratdır. 7-ci də bu. Üzərinə gəlsin 7. Üzərinə gəlinsin. 3-ün 3-ə olan kvadratlar. 3-ün 3-ə olan kvadratlar baxın. 1, 2, 3. Bunları saysam birləşdirsəm kvadrat. Sonra baxın 1, 2, 3. 1, 2, 3. Bax biri burada. İkinci. Başqa da aşağıdan saysam, bax buradan saysam 1, 2, 3. Bunları birləşdirsəm nə olacaq? Kvadrat. Və bax bu. 3-ün 3-ə. Bax bir də bu. 4 dənə də buradan. 4 dənə də 3-ün 3-ə. Üzərinə gəlinsin. Hansında qaldı? 4-ün 4 olan kvadrat. 4-ün 4 olan kvadratları saymaq üçün baxın. 4 dənə belə, 1, 2, 3, 4 dənə də belə. Nə qədər oldu? Bir dənə. Sonra bax buradan başlasam 1, 2, 3, 4. 1, 2, 3, 4. Buradan belə. Bir dənə də saysam 1, 2, 3, 4. 1, 2, 3, 4. Gəldim bura. Bunlar birləşib 3 dənə də buradan. Vəssalam. Bunları toplasam mənə cavab verəcək 34 dənə. Düzdürmü? 27, 34 dənə. Bəli, 34 cavabı da burada yoxdur variantlarda. Mənim cavabım burada 34. Ən azından 34 cavabını tapmışam. Bəlkə də siz başqa kvadratda varsınız, amma inanmıram. İndi baxarsınız, rəy bölümündə bildirərsiniz. Mənim cavablarım 34-dür və bu variantların arasında yoxdur. Ola bilər ki, ortadakini bəlkə saymayıb. Yəni bax bu boşluq olan hissəni. Bu özü də kvadratdır axı. Niyə sayılmasın? Baxın. Düz xəttlər ətrafındadır da bunlar da. Bu özü də kvadratdır bir dənə. Yəni ola bilər ki, onu saymayıb 33 götürə bilər, amma mənim cavabım 34 qalır. Keçək 15-ci suala. 11-ci sualda 50-nin 5 traktoru var. Bu sualda da mən düşünürəm ki, problem var. Çünki Həsənin özündə traktor varmı, yoxmu? O sual altında qalır. Yəni Həsənin özündə traktor, məsələn, bir dənə özündə traktor var. 2 dənə də Əlidən icarəyə götürür. Olur traktorun sayı 3 dənə. O da ola bilər də. Yəni biri çatdırmır da, belə deyək. Lordidlə. Məsələn, 50-nin 5 traktoru var. Bu məsələni ümumiyyətlə həll etmək üçün 2 dənə belə kəsir xətt çəkirsiniz, bərabər qoyursunuz. Burada sürət hissəsində iş görən vurulsun zaman və işin miqdarını məxrəcə qeyd edirsiniz. Sürət hissəsinə iş görən zamanı bir-birinə vurursunuz, məxrəcə isə işin miqdarını qeyd edirsiniz. Baxın, cümlənin bir tərəfində deyir ki, 50-nin 5 traktoru var və bu traktorlar 80 hektar, bax 80 hektar aşağı qoyursan, işdir. 5 dənə traktor iş görəndir, yəni bir traktor iş görür də, vurulsun nə qədər zaman? 2 saat. Vurulsun 2-yə, bərabər olmalıdır. Həsən x sayda traktor olacaq. Nə qədər hektar? 160 hektar məxrəcə yazılır. Zaman isə 5 saat olmalıdır. Vurulsun 5-ə. Və sürətdə hər iki ədədi də 5-i də 2-ni də, daha doğrusu 5 ilə 5-i ixtisar eləyirəm. 80 ilə də məxrəcə ixtisar etmək olar. Burada 2 qalır və x-i də 2-yə böləndə 2 eləyibsə, burada 2 qalıb axı. X-i də 2-yə böləndə 2 eləyibsə, deməli x 4-dür. Hə, indi Həsən Əlidən nə qədər traktor götürməlidir? 4 traktor. Cavabımız C variantını seçirəm. Amma yenə deyirəm. Həsənin özündə bəlkə 1 traktor var idi. 3-ünü 4 traktor lazımdır axı ümumi bunu görmək üçün, 160 hektarı 5 saat görmək üçün. Bəlkə 3-ünü götürüb. B variantıdır bəlkə. O da ola bilər. Həsənin özündə heç bir traktor yoxdur deyə cavabımız C variantıdır. Böyük ehtimal ki. Amma Həsənin özündə traktor ola bilərdi axı. O halda var da. Ona görə sualı mən elə də tam hesab eləmirəm. Yenə də diqqətinizə görə minnətdaram. Digər videoda görüşərik.